Deməli, indi gedirik klinikaya. O pnevmoniya olan balanın müalicəsi ucu bitib. Gedirik rentgen elətdirək. Təəssüf ki, 2 balaydılar. Onlardan bir dənəsi qalmadı. Balaca olan mıkı qalmadı. Çünki artıq onda aspirasiya falan getmişdi. Nəysə, çox əziyyət çəkdim onun üçün. Allah şahiddir. Halal xoş olsun. İndi gedirik klinikaya. O pnevmoniya olan bala birinci pnevmoniya olan, hansı ki pnevmoniya gəlmişdi bizə. Həmən balanı aparıram rentgen elətdirməyə. Həm onda təkcə pnevmoniya deyildi, həm onda ağciyər ürək genişləməsi falan da var idi. Ürəyin ətrafında açok var idi. İndi aparaq onu yoxlatdıraq, rentgen çəkdirək, görək nə məsələdir. Daha doğrusu müalicə nə effekt verib? Çünki nə qədər vaxt o müalicə alır? Bir ay yaxındır, почти что müalicə alır o. Bir ay yaxındır. Görək indi həkim nə deyir. Həkimdə çəkməyə çalışacağam rentgeni falan. Hələ bilmirəm, icazə verəcəklər yoxsa yox. Həkimdə çəkməyə çalışacağım hamısını. Bir də həkimin istəyirəm ki, öz dilindən eşitəsi problemin nə olduğunu Fərşad bəydən, Ayres klinikasının baş həkimi Fərşad bəy, İranlı həkimdir, çox gözəl həkimdir, çox savadlı həkimdir. İcazə versələr çəkiliş eləyəcəm orada. Pnevmoniya olan bala budur. Digər videolardan yadınızdadır. Mən bunu klinikaya aparmışdım, rentgen elətdirmişdim. Hətta diafragma yırtığı olan pişi ilə bərabər aparmışdım. Между прочим, həmən yerdədir bizim diafragma əməliyyatı olunacaq pişiyimiz. Hələ olmayıb, müalicəsi gedir. Onu da çəkəcəm stasionarda, müalicə aldığı yerdə. Yadınızdadsa mən bunu inqalyasiya falan edirdim, videoları var, paylaşmışdım. Bu pişiyi aparıram indi klinikaya. Bağladı. Daha öncə də buranı çəkmişdim siz üçün. Yeni çəkirəm. Salam, necəsiz? Biz gecikdik, üzürlü sayın. Yəni bizə bağlı bir şey deyil. Götür. Salam doktor. Necəsiz? Çəkmək olar sizi yoxsa? Deməli gəldik Ayres klinikasının gözəl həkimi. Necəsiz doktor? Doktor, sizin yadınızdadsa bu bal haqqında mən sizə demişdim, pnevmoniya məsələsi. Bu həmən baladır. Penoskan götür. Bu elədiyimiz nədir? Herpes virusunun Test. tam əmraq çapında virus var.
Deməli, test götürüldü, testin cavabının çıxmanı gözləyirik. O ərəfədə də saldılar rentgenə, ağciyərləri, ürəyi falan rentgen olunacaq, döş qəfəsi. Olundu artıq rentgen. Bitdi. Bir də görə həkim nə deyir? Herpes virus aktivdir moda dayandı və 2 ay çəkəcək moda dayanmanın çıxması. 2 ay. Ona görə bu sağalmır belə. Ranitraket deyirlər bunlara. Ranitraketdə səbəb çoxlu şeylər olur. Ranitraket yuxarı tənəffüs olan virus xəstəliyi. Eynən. Ona görə görürsünüz, hətta bakteri olur, göbələk olur. Amma çoxu virus, bakteri bir yerdə olur. Eyni vaxtda. Virus o qədər monstri yendirir ki, bakteri rahat ələ açıq, inkişaf edir, antibiyotik effekt vermir. Ona görə ki, ilac güclü və choice nəfəsə görə verir. Marburg-Floxacin verir. Deməli, çıxdıq klinikadan, herpes virusa qarşı test götürüldü, testin cavabı pozitiv çıxdı. Əlavə olaraq həkim dedi ki, bir şey sağalıb pnevmoniyadan, pnevmoniyası qalmayıb. Lakin herpes virusun yaşatdığı fəsad, buraxdığı fəsadlar var hələ orqanizmdə. Ağciyərlərdə olsun, istər yuxarı tənəffüs sistemində olsun. Həm aşağı tənəffüs sistemi, həm yuxarı tənəffüs sistemində. Herpesdə bilirik ki, uzun müddət bədəndə qalan, orqanizmdə qalan virus həm insanda, həm də heyvanda çox uzun müddət qalır. Hətta biz bir ayda belə müalicəsi gedir. Bundan sonra bir ay, yarım, 2 ayda hələ müalicəsi olacaq ki, herpes virusun qalıqların, belə deyək, tamamilə orqanizmdən çıxması üçün. İnqalyasiya yazdı gün ərzində 3 dəfə, deməli, fizrasfor plus eufilin gündə 2 dəfə, fizrasfor plus dexametazon gündə 1 dəfə, plus marburg-Floxacin yazdı, antibiotik. Çıxırıq, Zomağızda bir xanımla tanış oldum. Daha doğrusu əvvəl görmüşdüm o xanımı, bir neçə dəfə söhbət eləmişdik. Sadəcə indi mən sizə deyim məsələ nədir? Məsələ ondadır ki, xanımın evində ilanlar, dovşanlar, çoxlu sayda fərqli heyvanlar var. Xanım hamısına öz vəsaiti hesabına baxır. Danışdım. İnşallah məni də qonaq çağırdı və dedim ki, mən YouTube üçün, Instagram üçün videolar çəkirəm. Sizdə çəkiliş eləyə bilərəm, həm də insanlar görsünlər. Misal üçün, mənə orada bir fakt dedi, çox diqqətimi çəkdi. Hansı ki, ilanlar ayda 3 dəfə yemək yeyir fisivo. Hər 12 gündən bir və 5 gündə yediyi qidanı 5 gündə həzm eləyir. Çox maraqlı gəldi. Onlarda udaf var, biton ilanları var. Sonra salamandra falan, hər şey var. Mən də istəyirəm siz də görəsiniz onları. Ona görə inşallah 1-2 gün ərzində inşallah ora qonaq getməyə planlaşdırıram. Xanıma dedim, xanım məmnuniyyətlə razılaşdı. Sizə də çəkib paylaşacağım, sizə də göstərəcəm. İstəyirəm siz də görəsiniz ki, yəni bir insan fərqli heyvanları evdə saxlaya bilər. Burada qeyri-adi heç nə yoxdur. Bu psixi problem deyil. Çünki elə düşünən insanlar da var. Adətən çox sayda it pişik saxlayan insanlara biraz psixi problemi olan insanlar kimi baxırlar. Əslində isə elə deyil. Mən istəyirəm hamı görsün, hamı başa düşsün. Əslində belə şeyləri göstərmək lazımdır. Çünki misal üçün demək olar ki, əksər insan bilmir ki, misal üçün belə bir insan var və evində fərqli növdə heyvanlar saxlayır və onlara nə qədər gözəl baxır. Belə mütləq çəkib, qismət olsun çəkib yayımlayacağım, siz də baxarsınız. Deməli 6 kilo 4 klub aldım. 18 manatlıq proplan aldım. Bonachiba'nın kitinin aldım. Deyəsən 3 kilodur bu, səhv eləmirəmsə. Bu da Prostar'ın kitinin yaş yeməyi 10 dənə, hə? 10 dənə də yaş yeməyi. Bunlar toplam nə qədər elədi? 120 manat. 120 manat. Bildiyiniz kimi klinikadaydıq. Pnevmoniya olan balanı aparmışdım klinikaya. Rentgen falan olundu. Bu da sürətli test olundu. Herpes virusa qarşı, herpes virus ehtimalına qarşı, bəli, həqiqətən herpes virus antigenləri çıxdı qanında. Daha doğrusu selikdən, boğazdan nümunə götürüldü, burundan nümunə götürüldü və hətta boğazın içindən, qırtlaqdan nümunə götürüldü. Bəli, həqiqətən də herpes virus antigenləri tapıldı. Pozitiv oldu test cavabı. Qısaca desək, demək olar ki, pnevmoniyadan sağalıb. Hal-hazırda biz herpes virusun fəsadlarını təmizləməyə çalışırıq, qalıqlarını təmizləyəcəyik. Onun üçün həkim inqalyasiya yazdı, antibiotik yazdı. Sadəcə antibiotik sırf marburg-Floxacin
10 milliqramlıq o sırf baytarlıq dərmanıdır. Təəssüf ki, ölkəmizdə yoxdur. Gətirən bir yer var, Şamaxınka 16 mərtəbə, orada da yoxdur, zəng vurdum, yoxdur. Məndə isə onun 20 milliqramlığı var. Mən vaxt Rusiyadan gətizdirmişdim. İndi onu dozalamağa çalışacağam. Hətta mən həkimdən soruşdum ki, Marbafloksacin əvəzinə Enrofloksacin istifadə eləyək, çünki hər ikisi eyni qrupa aiddir. Təəssüf ki, çünki o məndə var və Marbafloksacin tabletka formasında dozalamaq biraz çətin olur. Simvoli bala pişiklər üçün. Enrofloksacin isə injeksiya formasında, iynə formasındadır. İstifadəsi daha asandır. Əslində hər ikisi eyni qrupa aiddir. Demək olar ki, oxşar işi görürlər. Marbafloksacin, Enrofloksacin və Levofloksacin. No, təəssüf ki, bizə Marbafloksacin həkim dedi. İndi ya dərmanı aşağı dozda tapmalıyam, ya da ki, yuxarı dozda özüm dozalamalıyam. Əlavə olaraq bizə dexamethasonla inqalyasiya yazdı. Fizrastor plus dexamethasone, Fizrastor plus eufilin. Bronxları genişləmək üçün falan, nəysə. Belə, indi inqalyasiya eləyəcəm. İnqalyasiya prosesini göstərməyəcəm, zaten bilirsiniz, öncəki videoda göstərmişdim. Günü dəyərləndirmək istəyirəm. Bugün çox probkada qaldıq. Plus bugünüm gərgin keçdi, əməlli başlı gərgin keçdi. Əlavə olaraq klinikaya gecikdik. Mən hansı ki, orada çəkiliş eləmək istirdim. Ona da gecikdik. Belə, hələ ki, həyətimizdə itlərimiz üçün həm tək çəkmişəm hissə-hissə, sadəcə paylaşmamışam. Bir video eləyib sonda paylaşacağam. İtlərimiz üçün, pişiklərimiz üçün yerlər düzəltdirik, xüsusi yerlər düzəltdirik, validelər düzəltdirik ki, rahat, sərbəst, açıq havada keçə bilsinlər deyə. Belə, videoyu paylaşmağı, bəyənməyi və şərh yazmağı unutmayaq, çünki həqiqətən bu bizim üçün çox vacibdir.